Hər bir keçirdiyimiz anlara görə Rəbbə şükürlər olsun. Qoy hər sabahımızda yuxudan duranda deyə bilər ki, ya Rəbb, sən şükür olsun bu günü də mənə bəxş etdin. Həqiqətən hər şey onun sayəsində. Həyatımızda nə varsa onun sayəsində. Minlər dəfə, milyonlar dəfə şükürlər olsun. İzzət olsun. Nə yaxşı ki, o var həyatımızda. O olmasaydı biz neyniyərdik? Biz harda olardıq? Biz necə edərdik? Necə yaşayardıq? Həqiqətən də şükür olsun, izzət olsun ki, o bizi qaranlıq, zülmət dünyadan, savaş dünyasından aldı. Əgər bu gün yenidən biz o savaşın içinə giririksə, başqalarına içimizdə, daxilimizdə nifrət ediriksə, heç bir vaxt biz dəyişilə bilmərik. Və bizim içimizi, daxilimizi İsa Məsih məhəbbətlə doldurdu. Dedi, qonşuvu sev. Yəni, qonşuvu sev demək, yanında oturduğun, gördüyün, getdiyin, yaşadığın yerdə hər kəs sənə qonşu oldu və sənə sevməyi öyrətdi. Sevməyi belə əmr etdi sənə. Və əgər sən Məsihi sevirsənsə, hər kəsdə sevməyi bacaracaqsan. Sənə nifrət edəni belə. Həqiqətən də. Çünki o sevgi Rəbdən gələn bir sevgidir. O tükənməz bir sevgidir. Şükürlər olsun, izzət olsun. Mən hərdən düşünürəm ki, əgər bir insan içində sevgi, məhəbbət olmasa, o heç bir vaxt Məsihdən danışa bilməz. O sevgi bizə Məsihi danışdırır. O sevgi bizə toxunur ki, biz xidmət edirik, müjdə veririk. Şükürlər olsun, izzət olsun. Yəni, əgər bugün bir insan sənə yaxşılığın yerinə nifrət edirsə, sən yaxşılıq etməkdə davam et. İsa Məsih çarmıqda qan tökərək, su tökərək, bədənini qıraraq, qırdıraraq sənin əlindən aldı. Artıq sənin heç bir haqqın yoxdur ki, sən kiməsə nifrət edəsən. Şükürlər olsun, izzət olsun Rəbbimizə, bizə bu xeyirdanı verdiyinə görə. İnsan sevdikcə dəyişilir, sevdikcə insanın içində məhəbbət daha da çoxalır. Əgər sizə kimlərsə yaxşı münasibət göstərmirsə, biraz uzaqlaşın onlardan. Sadəcə uzaqlaşın. Nifrət deyil, sadəcə uzaqlaşın. O insan rahatlanana qədər. Dua edin o insan üçün, oruç tutun o insan üçün. Çünki Rəbb bizdən bunu istəyir. Şükür olsun, izzət olsun. Bizim mübarizəmiz ətə qana qarşı deyil. Bizim mübarizəmiz pis ruhlara qarşıdır. Pis ruhlara, natəmiz ruhlara, şeytani şər ruhlara, cindar ruhlara. Və biz həqiqətən də şükür olsun, izzət olsun. Artıq Adəmdən deyil, biz İsa'dan doğulduq. Adəmdə bu şeylər vardı. Və biz İsa Məsih vasitəsilə, doğuluş vasitəsilə yeni həyat, yeni yaşam aldıq. Bu yaşamın gözəlliyində addım-addım irəli gedin. Hər şey düzələcək. Bəlkə bugün düşünürsünüz ki, vəziyyət belədir, bu var, o var. Əgər siz onu buraxmasaz, Rəbb əlinizdən gəlib almayacaq. Buraxın onu, Rəbbin ayaqları altına sərin. Yerin dipsiz dərinliyinə getməsi üçün siz onu buraxın. Və həqiqətən həyat o zaman başlayacaq. Vəziyyət nə qədər dərin olsa da, vəziyyət nə qədər sizin üçün vacibli olsa da, Rəbb üçün heç bir şeydir. Heçdir. Puçdur. Ona görə buraxın. Buraxın vəziyyətləri. Rəbbə sığının. Rəbbin qucağında, ağuşunda özünüzü rahat hiss edin. O hər zaman qucaq açır sizə. Hər zaman. Hər zaman. O nurlu gözü ilə sizə baxır. Şükür olsun və izzət olsun. Minnətdarıq biz ona.
Hər biri bizə bu yeni günün gözəlliyini bəyan edirəm. Nəfəsini bəyan edirəm. Havasını bəyan edirəm. Qoy hər tərəfdən sizə axsın. İlahi məhəbbət axsın içimizə, daxilimizə. Heç bir xəstəlik də Rəbdən üstün deyil. Əgər bu gün o xəstəliyə bağlı qalmısınızsa, qorxu keçirdirsinizsə, mən öləcəm deyirsinizsə, həqiqətən də bu da Rəbdən deyil. Əgər siz desəz ki, mən ölsəm də Rəbbin yanına gedəcəm, mən ölümdən qorxmuram. Mən Məsihin yanına getməkdən qürur duyuram. Sadəcə siz şeytana belə bir hücum edirsiniz. Şeytanı vurursunuz onunla. Qorxu Allahdan deyil. Qorxunun özü də iblisdəndir. Əgər imansızlıq varsa, əgər qorxu varsa, ya Rəbb, mənə yardım elə, kömək elə. Mən sənin yanına gəlməyə qürur duyuram. Əgər bu gün mənim həyatımda nə varsa, bunları sən bilirsən. Sən necə yönləndirəcəksən, o cür də olacaq. İnanın ki, Rəbb sizi aparmayacaq. Bu yer üzərində çoxlu işlər var, hara aparsın sizi? O sizi bu yer üzərində siz ona lazımsınız. Hələlik orada siz ona lazım deyilsiniz. Və ona görə də Rəbbin kəlamında qalın, başqa şeyləri buraxın. Hər şey və hər şey onun idarəsi altına keçəcək. Qoy insanlar, məsihçilər deyirəm ha, məsihçilər düşüncədən azad olsunlar. İnsanın həyatında ən vacib bir şey odur ki, o düşüncəsindən azad ola bilmir. Düşüncə onu məhkum edir. Düşüncəsində fikirləşir xəstəliyi, işsizliyi, yoxsulluğu. Rəbb kəlamında dedi ki, təmizlənin onlardan. Və həqiqətən insan özü özünə düşmən olur. Biz bəzən hər şeyi atırıq iblisin boynuna. Ancaq iblisə biz özümüz yer veririk. Və biz əgər o düşüncədən azad olsaq, iblis sən mənə heç nə edə bilməzsən, sən kimsən ki, mənə bir şey edə biləsən. Sənin nə gücün var ki, sən mənə edə biləsən. Mən artıq düşüncələrlə deyil, mən yaxşı, belə gözəl şeylər düşünərək yaşayacağam. Gələcəyimi, təməlimi, hər şeyimi Rəbdə quracağam. Və əgər düşüncənizə bir şey gərilirsə, o düşüncənizi təmizləyin. Kəlam deyir ki, təmizlənin. Təmizlənin, yenilənin, yenilənin. Əgər biz yeniləniriksə, həqiqətən də özümüzdən düşmənliyimiz yan keçib gedə bilir. Bəzən həqiqətən də özümüzə düşmən olur. Beynimizdən, düşüncəmizdən çıxarda bilmədiyimiz bir çox şeylər üçün. Heç onların mənə xeyri yoxdur. Belə deyin. Həqiqətən düşüncəmdə olan, bu düzgün olmayan heç bir şeyin mənə xeyri yoxdur. Və mən onlarla yaşamaq istəmirəm. Mən təzələnmək, yenilənmək istəyirəm. İsa Məsih ismi ilə. Hər gün olduğu kimi bu gün də Rəbbin nəzarəti altında olsun. Bəlkə biriniz ağrıyırsınız, bəlkə birinizin təzyiqi qalxıb, bəlkə birinizin şəkəri qalxıb. Baxın, heç bir vaxt unutmayın, Rəbb sizinlədir. Və deyin, ya Rəbb, sən mənimləsən, mənə heç bir şey ola bilməz. Heç bir xəstəlik, heç bir vəziyyət Rəbdən üstün deyil. Onun üstün qüvvəsi Efeslərdə deyildiyi kimi, qoy sizin həyatınızda bərqərar olsun. İcra olunsun onun bütün xeyirdaları. Siz də icazə verin. İcazə verin ki, o həqiqətən öz gücünü, öz qüdrətini sizin üzərinizə tökə bilsin. Hər sabahın öz gözəlliyi var. Bu sabahın da öz gözəlliyi var. Qoy o gözəllik tamamilə axsın həyatlarınıza. Rəbb diridir. O danışandır. O cavab verəndir. Çünki o öldü sənə görə və dirildi üçüncü gün. Sən buna əminliklə inanırsansa və əminliklə inanmalısan ki, onun bütün xeyirdaları sənin üzərindədir. O səni heç bir vaxt atmır. Həqiqətən də onun kəlamının diri olduğuna, onun sözünün diri olduğuna tam əminliklə inanmalısınız. Bu dünya
uğru bir dünyadır. Bu dünya gəlir qarət etmək üçün. Ancaq Rəbb bizim həyatımıza gəldi ki, bizə yeni həyat, yeni yaşam versin. Vəziyyəti baxmayın ki, vəziyyət nə yerdədir. Onun əlindən tutun. Onun kəlamından tutun. Onun verdiyi vədlərdən tutun. Çünki o həqiqətən də sizə dedi, mən edəcəyəm. Mən sizə hər şeyi verəcəyəm. Və o zaman həqiqətən həyatlarınız dəyişiləcək. Vəziyyət dəyişiləcək. Vəziyyət sizi heç bir vaxt qorxutmasın. Vəziyyət necə olsa da sizi qorxutmasın. Onun görünüşünə baxmayın. Siz Rəbbin görünüşünə baxın. Rəbb sizə öz surətini göstərdi və öz surətində sizi yaratdı. Və onun surəti dəyişməzdir. O əbədidir. O dediyi sözü yerinə yetirəndir. O bugün deyib, sabah fikrindən dönmür. O nə dedisə, o əbədidir. Onun dediyi icra olunur həyatlarımızda. Buna əminliklə inanın. İsa Məsih ismi ilə. Həqiqətən də Rəbbə şükür olsun, izzət olsun, o bizi canı qanı bahasına aldı. Dünyada nə qədər insan var, baxın. Hələ də onlar Məsihi tanımır. Ancaq siz tanıyırsınız. Vəziyyəti özünüzü tabe etdirməyin. Vəziyyətin üzərində Rəbbin yeridiyini görün. Necə ki, o insanlar batırdı. Şagirdlər batırdı. Və o zaman İsa suyun üzərində yeridi. Suyun üzərində yeridi və onlara görsəndi. İsa bugün də eyni şəkildə sənin vəziyyətinin üzərində yeriyir və sənə yaxınlaşır. Və səni düşdüyün o çərçivədən, düşdüyün o xəstəlikdən, düşdüyün o yoxsulluqdan, işsizlikdən, maddiyatsızlıqdan səni azad edir. Vəziyyət səni qorxutmasın. Əziz bacı qardaşlarım, vəziyyətin üzərində Rəbbin gücünü görün. Onun izzəti sizin həyatınızı parladacaq. O, necə ki onun izzəti, onun görünüşü, hansı ki o qardaşlarımızı, bizə Bibliyada göstərilən qardaşlarımızın surətini dəyişdirdi, eyni də bugün sizin surətinizi dəyişmək istəyir. Özünüzü sadəcə şeytana təslim etməyin. Sadəcə şeytanı seçməyin. Şeytanla çox yaşadıq bir yer üzərində. Ancaq Rəbb gəldi və bizi dünyadan aldı. Bizə yeni həyat, yeni yaşam verdi. Bu yaşamın təmsilçiləri olun. Bu yaşamın xeyirdualı övladları olun. Hər birinizə yeni günün xeyirduasını diləyirəm. Hər birinizə böyük iman diləyirəm. O iman ki, o qarşınızda olan dağa desin, qalx və dənizə atın. Qalx və dənizə atın. O sözün gücü, qoy dilinizi, ağzınızı məhz eləsin. Qoy açılmayan ağızlarınız açılsın. Qoy həqiqətən də görməyən gözləriniz, hansı ki bugünə qədər onun kəlamına laqeyd olan ürəyiniz ona tərəf dönsün. Və onun sözü icra olunsun sizin həyatınızda. İsa Məsihin ismi ilə. Amin, amin, amin.